21-ci əsrdə işıq cihazları insanı hər addımda müşahidə edir. Onlar müxtəlif hallarda geniş istifadə olunur. Tarixi miqyasda baxdıqda bir kolbanın işıq saçması fikri çox da uzaq keçmişdə inanılmaz görünürdü. Bugün klassik və LED lampalar haqqında ən maraqlı faktları danışacağam. Siz isə bizə dəstək olmaq üçün kanala abunə olaraq şərh yazmağı unutmayın. İlk olaraq geniş yayılmış işıq mənbəyi təxminən 100 ildən artıq müddətdə istifadə olunan və bugün də hər yerdə rast gəlinən lampalar. Lampanı kim ixtira etmişdi? Əksər məqalələr elektrik lampalarının ixtirasında yalnız Thomas Edison və Alexander Lodigin adını çəkir. Ancaq bu ixtira üzərində onlardan çox əvvəl çalışan bir sıra digər ixtiraçılar da olmuşdu. 1802-1809-cu illərdə İngilis alimi Humphrey Davy ilk kömür lampası hazırlayır. O kömür elektrodlarını istifadə edərək açıq lampada elektrik işığını yaratdı. Yanma müddəti qısa idi və nümayiş üçün nəzərdə tutulmuşdu. 1840-cı ildə İngiltərəyə köçən fransız fizik Warren de la Rue platindən hazırlanmış tel istifadə etdi. Bu yalnız nümayiş üçün nəzərdə tutulmuşdu. Platinin qiyməti çox yüksək idi. 1854-cü ildə Alman saat ustası Henrik Göbel pamukdan hazırlanmış tel və vakuum ilə daha ucuz lampa düzəltdi. Bu lampa bir neçə saat yanma qabiliyyətinə malik idi. Joseph Swan 1850-ci illərdə kağız tel, 1878-ci ildə isə pambıq tel ilə vakuumlu lampa hazırlayaraq patent aldı. 1874-cü ildə Rusiyalı ixtiraçı Alexander Lodigin karbon çubuqlu və hermetik qabda yerləşdirilmiş ilk məişətə uyğun lampanın patentini aldı. 1879-cu ildə Thomas Edison karbon tel ilə 40 saat işləyən lampa düzəltdi. O eyni zamanda bu gün də istifadə olunan vintli patronu da ixtira etdi. İşıq və yuxu. Elektrik işıqlandırması yayılmadan əvvəl insanlar daha uzun müddət yatırdılar. Yuxu rejimi qaranlıqla tam uyğun gəlirdi. Elektrik işığının yayılması ilə insanların gecə aktivliyi artdı və yuxu vaxtı azaldı. İşıq yoxsa istilik. İncə metal telin qızdırılması ilə işıq alınsa da, bu prosesin faydalı iş əmsalı maksimum 10%-dir. Qalan 90-95% enerji istiliyinə çevrilir. 100 illik lampa. Amerika Birləşmiş Ştatlarının Livermore şəhərindəki yanğın söndürmə məntəqəsində 1901-ci ildən bu günə qədər fasilələrlə işıq saçdığı deyilən 50 hazırlanmış lampa var. Bunun belə uzun ömürlü olması çox aşağı istiliklə işləməsi və effektivliyinin az olması ilə izah olunur. Ancaq bu qədər uzun müddətli işləməsini sübut edən obyektiv faktlar yoxdur. Hər şey qənaət deyil. Effektivlik baxımından LED lampalar daha üstündür. Amma hələ də luminescent lampalar enerjiyə qənaət edən sayılır. Reallıqda isə LED-lər 3 dəfə daha uzun ömürlüdür. Bugün LED lampalar həm məişətdə, həm də müəssisələrdə geniş istifadə olunur. LED texnologiyası Amerikalı Nick Holonyak tərəfindən hazırlanıb. Lakin ucuz modellər yalnız 30 il sonra Yaponiyada yaradılır. 1960-1968-ci illərdə LED lampaların qiyməti inkişaf etmiş ölkələrdə orta aylıq maaşın yarısı qədər idi. LED-lər soyuq havada daha parlaq işıq saçır və ömürlər uzanır. Buna görə də Antarktidada məhz LED işıqlandırma istifadə olunur. Araşdırmalar göstərib ki, LED lampalar mikroorqanizmlərin inkişafını ləngidir. Ona görə də bu lampalar ərzaq vitrinləri üçün geniş istifadə olunur. LED lampalar demək olar ki, istiliyi yaymır. Bir neçə santimetr uzaqlıqda istilik hiss olunmur. Bu onlara ağac və plastik kimi materiallara yaxın quraşdırmaq üçün təhlükəsiz edir. Bəzi istehsalçılar LED lampaların 50.000 saat işləyəcəyini vəd edir. Texniki cəhətdən bu mümkündür. Amma zamanla işığın gücü azalır. İşıq gücü 50% azaldıqda lampanı istifadə etməyin mənası qalmır. Kolbanın rəngi deyil, lampanın içindəki yarımketçi maddə işığın rəngini müəyyən edir. İndiyum və qallium birləşmələri mavi və yaşıl, qallium və fosfit isə sarı və qırmızı rəngi verir. Növbəti videonun sonu. İzlədiyiniz üçün təşəkkürlər.